Sabahınız xeyir olsun, hörmətli izləyicilər. Oktyabr ayının 4-də Ordubad rayonunun Tivi kənd ərazisindən, bağımızdan sizləri salamlayıram. Vaxtımız məhdud olur. Həftədə bir dəfə şənbə bazar günü yenə bilirik bağımıza. Cəviz axtarışına gəlmişik, həm də inəkləri gətirmişim. Cəvizlər yetişib, quruyub, gazalında qalıb cəvizin budaqları üzərində. Yağış yağıb onları islatmalıdır. Bir dənə də külək gəlsə 10 dənə cəviz çırpanın işini görəcək külək. Bizim üçün hələ 10 nəfərin işini görəcək. Bütün kənd üçün nə qədər xeyirxah iş görmüş olar külək. Çox arzulayırıq gəlsin. Saat 10'dur. Hamı gəlib gedib, qonşumuz Xaləddin gəlib cəvizlərin dibindən. Nə olsa axtarıb tapıb gedib. Mən yuvanmışam. Təsərrüfatımızda o qədər iş də yoxdur, ancaq işləri çatdıra bilmir. 15 il bundan əvvəl 70-80 heyvan vardı, 5-6 mal vardı. Nə qədər arı, həyat bazada iş, başqa sahələrimiz də vardı. Oranı da becərirdim, çəpərim, bərkidirdim. Əkirdik, otun biçirdik. İndi çatdıra bilmirəm. Təmbəlləşmişəm, iş görmək də istəmirəm. Fiziki cəhətdən də məhdudlaşıb hərəkətlər. %90-cı illərdə işıqlanmamış yenirdim bağımıza. Bağa yenəndə görürdüm ki, məndən qabaq, məndən erkən duranlar da var. Bizim cəvizlərin dibini yığıb gedirlər, uşaq idilər. Əhlə də yeni məskunlaşırdılar, gənc ailə idi. Bərkiməmişdim heç vaxt. Deyirdim, abala gəlməyin. Sabah gəlirdim ki, yenə eyni. Amam eyni tas. O uşaqlar yekəliblər. Mənim o vaxtki yaşımdadılar, ancaq mən qədər humanist deyirlər. Onların bağımdan bir cəviz götürsən, tozaraq o təpəllər. Nəsə, insanlıq bizdə qalsın. Söhbətimizi davam eləyək. Təkcə bizim inəklər deyil sayda, rəqibin inəkləri də sakitdir, gəlirlər bağımızda. Ağaçların yarpaqlarından yeyirlər, armudlar tökülür bunları, əvitləyirlər. Bugün məhəlləmizdə naxır yaratdılar, növbə ilə olacaq. Biz ötürməliyik. Bir həftədən sonra həyət yanı sahəmizdə olan kərdi küləni nə var yığıb. 2 inəkdən onu da ötürəcəyik. Oktyabr ayı ötüşsünlər. Noyabrın əvvəllərindən bağlayacağım tövliyə. 20-30 kisədə kəpək alacağım. Yay boyu çox çoruq çəkib inəkləri arıqdılar. Bir az əmələ gəlsinlər. Balalıdılar yanvarın başında. Bala verməlidirlər. Çox südlü inək deyirlər gündə. Otun yaxşı olan vaxtı hərəsi 2 litr, 3 litr. İndi də sağırıq hərəsindən 1 stəkan qatığı olan ehtiyacımız inəklərdən təmin olunur. Heyvanımız, inəyimiz çox olanda çoxlu pendirdə vururduq. Bunda pendir istəyən yoxdur, əlimizdə qalırdı. İndi südümüz, pendirimiz yox. Gündə eşidirik ki, kətdən pendir istəyiblər. Pendir də qalxıb bunun üçün 4-5 manata. Adı var, özü yox. Çayın üstündən atladım, çaya da fikir verək, diqqəti cəlb edirəm çaya ki, çayın suyu xeylidir. Nəsirvazdan gələn su bir həftəliyinə kəsilmişdi, buralardan su getmirdi. Elə ki, onu bolladılar, çayın suyu da artdı. Səsi də. Şövqünün əl işləridir. Cəvizin qanatlarını kəsib, boynunu aldı ki, mən kəsdim. Quyuya alışıq elədim. Əgər kiminsə yadındadırsa, cəviz ağacının yanındakı köftə alsasını çırpdıq. Aparıb pörtləmişik. 20 gündən çoxdur qurumuş. Deməli, pörtləmək üçün deyilmiş bu alça.
Qabığı salafan kimi qalındır. Qurumur ki, qurumur. Hava da sərin geçir. Ancaq o bir alsalar, hava sərinləyəndə də maksimum bir həftəyə quruyur. Alsanın üstündə nə qədər var da, hallanıb onu çırpan deyiləm. Bəlkə də əzib, qaynadıb lavaş eləsəydi, yaxşı idi. İnəkləri bu armudlar Allahdır. Birazdan dörəcəklər bu armuda. 2 cür armud var. Biri iri idi, yaydan yetişmişdi. Bu biraz balacadır. Yenə daş kimidir. Yenə barmaqla sıxanda əzilirsə deməli yetişibdir. Çox əla tamı var. İyi də var. Sovet hökumətinin vaxtında bir dənə armudu boşa qoymazlar, tuta çıxsın. Hamısını toplayırdı. Qayçıyla 2 bölünürdü, sərirdi, quruyurdu. Tədarrükatda işləyənlər gəlib şəhətdə qapı-qapı düşüb axtarırdılar, 50 qəpikdən satırdıq. Elə itbırını da, sonra yemişanı da yığdılar 2 manatdan. Çox əziyyət çəkmişəm itbırın yolunda da. Yemişan da çox yığmışam, armud da. Ancaq hamısı hədər gedir. İldə 2000-3000 qazanırdı, ancaq 28-29 yaşına qədər heç kostyumum olmamışdı belə. Əllərim cırıq-cırıq olurdu. Gündə 20-30 kilo itbırını yığırdım, atımızı minirdim. Kətdən uzaqlara gedirdim. Ailə büdcəsinə katkı saxlayırdım. Nəsə, söhbətin dalınca etmək istəmirəm. Elə o vaxt əziyyət çəkdim, indi də əziyyət çəkirəm. Gərək evin son beşiyi olmayaydım, ya da ki, vaxtımda çıxıb bir yerə gedərdim. Bağ qonşumuz Səfa da gəlib bugün cəvizlərin dibini axtarıb. O da bizim kimi həftədə bir dəfə gəlir. Keçən həftədə şənbə günü burada görüşmüşdük. Onda cəvizin dibində çox idi. Bəlkə 5-6 kilo yığmışdı. Hər tərəf kəsilmiş odunların çırpısı ilə, kötükləri ilə dolu idi. İndi odun yandırmaq istəsən çox asandır. Heç kim oduna yeyiləmir. Ateş şəhər gətir. Ortaya qədər nə qədər istəyirsən, heç balta işlətmədən odun elə ühlə apar, qış boyda odun yandır, canın qızsın. Qaz gəlir 1 mildir. Təbiət belə korlanıb. Ağaçlar yaş-yaş kəsilməsə də belə ömrünü tamamlayanlar hamısı yatıb çay kənarına, dərə yatağına. Gəzmək də olmur. Hər addımda çır-çırpı ilişir adamın ayağına. Belə söyüd qanatları da başa dəyir. Bunların hamısı bir-bir kəsərdilər. Sel gələndən sonra nə qədər selinti toplayırdıq. Bir şeydə o tərəfdə yatıb çayın üstündə, qələmə bu yanda. Qələmə sınıb o kötüyün bir həftə yandırmaq olur. Görək, burada çoğuşda nə var? Bir şey yoxdur. 90-cı ildə möhkəm sel olmuşdu. Gəzdiyim yerlərin hamısı çay yatağı idi. Daşqaya bu qədər toplanmamışdı. 40 dəqiqə dayanmadan leysan yağdı. Dərə təpəni yudu, bəzi çökəkləri doldurdu. Bağları dağ elədi. Bəzi dərələri doldurub bağ elədi. Səhərsi günü yenmişdim bura. Yay ayı idi. Yayda deyir, yağış leysan yağsa onun selindən qutarmaq olmaz. Gördüm ki, Müzəffər əmim də burada oturub bikef heyfslənir. Dedi ki, bağın yarısını sel aparır, buna yanmıram. Bir dənə qılınç kimi orağım vardı, onu da
Selavda gizlətmişdim. Çay onu da aparıb. Burada sırayla neçə tut var idi. Biz də köməlirdik, cezim tuturduq. Həmin çırpırdı, yığırdıq kisələrə, kisə deyirəm, plyaklara. Eşeğe yüklənib gedirdi həyətə. Yuxarıda kərdə əkirdik. Mən əsgərlikdən gələn ili 1992-ci ildə aprel ayında gəlmişdim. Həmin dedi ki, gedin oranı belləyin. Rauf mən bir neçə nəfərdə qohuma qraba bellərimizi götürdük. Hələ forsun bitməmişdi, gəldik o cəvizin yanını görəsin. Tamam bellədik, getdik. Bu vaxtaya qədər yaşıllıq olurdu da. Mahmud arxından su ötürülürdü. Günəşin çıxdığı istiqamətdən Vəli yanı var idi. Heyvanlar da əl çəkmirdilər. Gedib yamaçda quru otdan otlayıb, gün ortada yenirdilər, yaşıl otda o. Qarşıdakı daşın qoynunda iri bir cəviz ağacı var idi. Sonra onu boğazladılar. Belə pöhrələdi. Kötüyün üstündən belə pöhrəliyib. Sel dibini doldurub, elə bilərlər ki 5-6 ya 7-8 cəviz, bir cəviz kötüyün üstündədir. Dediyim kimi sel doldurub. Bir cəviz də buradaydı. Bunun dibində çox oturub ocaq qalıyıb. Ocağın üstünə yaş cəviz atıb. Yemişik. Yağış yağanda daldalanmışıq. Kitab gətirib oxuyurdum. Oxuduğum kitabların adını deyim. Yurdumuzun əfsanələri. Tavridada Şimşək Çaxır. Pərvizin həyatı. Yaşamaq qadağandır. Belə balaca kitabları oxuyurdum. Balaca kitablar məni həvəsləndirdi. Keçdim povestlərə, romanlara, 7-8 oxuyanda bəlkə 500-ə qədər kitab oxumuşdum. Bizim sinifə gələn, özün çox savadlı sayan bir müəllimimiz uşaqlara sual verdi ki, bəs kitab oxuyun, başsız atdan oxuyun, görün. Maurice Gerald kimdir? Mən də dedim, Maurice Mustanger kimdir? Louisa Poindexter kimdir? Kapitan Cassie Calhoun kimdir? Başqa kitablardan da sitətlər gətirmək istədi. Gördü ki, yaşımın az olmağına baxmayaraq, elə o oxuduğu qədər də kitab oxumuş. Ondan sonra daha mənim yanımda bədii ədəbiyyatdan söhbət eləmədi. Dünən də səsli bir kitaba qulaq asmışam. İlk müəllim Cengiz Aytmatovun kitabıdır, səsli kitab. 1 saat 54 dəqiqə idi. Tövsiyə edirəm ki, kimin həvəsi varsa ona da qulaq assın. Yaxşı, bəlağətli səsi ilə də bir səsləndirici adamın gözəl əsəri dinləməyinə səbəb olur. Bəlkə də bəzi adam səsi xoşuma gəlməyən biri səsləndirsəydi, heç qulaq asmazdım, özüm oxuyardım. Ancaq çox xoşum gəldi. Oxuyanlar yorum qisminə baxsalar, orada yorum da yazmışam. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın. Bu gözəl görüntüləri sizlərə təqdim eləmək üçün tələsirəm. Burada internet səhifəsi bir aşağı yerə çıxacam, oradan paylaşacam. Mənim üçün gözəl görsənmir, bəlkə sizlər üçün də gözəl görsənər. Hər tərəf kol, quru ağac qanatları. 90-cı illərdə bir kamera olsaydı, buraları çəksəydi, müqayisə eləyərdi, onu da gözəl deyə bilərdim. Yenə də təbiətin öz rəngidir. Gözəl də saymaq olar. Salamat qal.